Bu yaxınlarda qızım Ayanla bağlı xoş xəbər aldıq. O, Almaniyanın Hamburq Universitetinin tibb kursu üzrə Studium kolleqini qazanmışdır. Bu yerlər bildiyiniz kimi çox məhdud olur. Qiymətləri əla olduğu üçün Ayan federativ dövlət hesabına təhsil alacaqdır. 8-ci sinifdə artıq fundamental dərslər başlayır. Özünüz bilirsiniz, tibb üzrə də bu dərslər hamısı maksimum qiymət tələb olunur və biz bununla bağlı təhsil müəssisələri axtarmağa başladıq. Elə təhsil müəssisələri lazım idi ki, həqiqətən də bu nəticələri versin, verə bilsin. Bunu da ən azından biz kontrol edə bilirdik. Müxtəlif təhsil müəssisələri axtardıqdan sonra biz Landau School-un üzərində dayandıq. Çünki orada tam riyaziyyat üzrə təmayülli idi. Qeyd edeyim ki, Almaniyada riyaziyyat vacibdir. Fundamental dərslər başladıqda artıq 8-ci sinifdə Ayan özü imtahan verərək Landau School-a daxil oldu və təhsilini davam etdirdi. Ümumiyyətlə Landau School-da nizam, intizam öz yerindədir və müəllimlər hər bir dərsə, hər bir tələbəyə individual yanaşır. Tələbələrdə hər hansı bir əskiklik görərlərsə, onların dərslərində əlavə dərsləri saxlanılır. Qeyd edim ki, bu dərslər də pulsuzdur, ödənişsizdir. Landau School-un təhsildən əlavə yaratdığı atmosfer var idi. Məsələn, məktəbdə çoxlu tanışlıq, çoxlu tarixi yerlərin, belə deyək, ekskursiyalar təşkil olunurdu, əlavə dərslər təşkil olunurdu. Yay aylarında yay məktəbləri təşkil olunurdu, əyləncələr olurdu. Bunların hamısında tədris hiss olunurdu. Qeyd edeyim ki, ikinci qızım İnci də Landau School-da təhsil alır. Biz Ayana əlavə müəllim, repetitor tutmadıq. Düşündük ki, həm vaxt itkisi, həm vəsait baxımından, ödənilən vəsaitin, həm təhsilin səviyyəsi baxımından bunun hamısı bir yerdə olmalıdır. Valideyn olaraq tövsiyəm bu olardı ki, təhsil müəssisəsi seçərkən onu öz hədəflərinizə uyğun olaraq seçəsiniz.